Mərhum əməkdar artist Cabir İmanovla vida mərasimi bugün saat 12:30-da Şəhriyar adlı mədəniyyət mərkəzində olacaq. Doğru Xəbər Azərbaycan bildirir ki, bu barədə aktyorun yaxın dostu, Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşov məlumat yayıb. O bildirib ki, vida mərasimin ardınca cənazə Yasamal rayonundakı Qurd Qapısı qəbristanlığına aparılacaq və orada dəfn olunacaq. Məlumat üçün xatırladaq ki, Cabir İmanov ötən gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirdikdən sonra həyatını itirib.